Sağ ol. Qarabağlı kim oynayacaq hələ bilinmir. Canlıda qalın, canlıda qalın. İndi Qarabağın oyunçularını seçirik. Qarabağın Azərbaycanın oyunçularından olması. Azərbaycanın oyunçularından yox. Portuqaliyadan da bir oyuncu, yəni bir komanda gələ bilər. Türkiyədən də gələ bilər. Qalatasarayla oynasa daha yaxşı olar. Galatasarayın bu cürə oyunu yox imiş. Beşiktaşla Qarabağ. Beşiktaş Qarabağ. Qarabağ dünənlərin mükəmməl bir qollarını vuraraq 4-0 yaratmışdı dünənlərim. Bu günlərim görək neçə yaradacaq. Görək bu günlərim. Görək. Bu günlərim neçə 0 yaradacaq. Şimdi bizim oyuncularımız bunlardır. Andrea'nın adını belə qoyuruq. Bəli. Oyuna başlayırıq. Oyunumuz başlayır. Qarabağ və Beşiktaş. Beşiktaşla Qarabağın oyunları əks edilmir. Burada reklamımız araya gəlsin. Hələ oyuncular sahaya girməyib. Oyuncuları sahaya dəvət edirik. Gəlirlər. Kamera açışlarını dəyişdiririk. Bakı ilə Beşiktaş. Yəni Qarabağla Beşiktaş oynayır. Gələk bugünkü oyunumuzda nələr baş verəcək. Qarabağ oyuncuları, Beşiktaşın oyuncuları çox güclü oyunculardır. Monte'den başlayır. Xiyahi çox mükəmməl oynayır. Abraham'ın adını pas veririk. Onlar çox yaxşı oynayır. Çox yaxşı oynayırlar. Ekran yayımı yavaşladaraq mükəmməl gol gəlirdi. Ama işe yaramadı. Mükəmməl bir gol. Və gol sayılmadı. Gol olmadı. Monte qapıçıya çox əsəbləşdi. Əsəbləşib qapıçını yığmağa çalışır. Monte yere yıkıldı. Akıncalil topu götürerek Monte'ye pas atır. Monte pası özü istəyir. Deyir ki ben bu golu vuracağım. Monte 9'da 1'e Monte. Qarabağ Beşiktaş'a 1-0 ələlik indilik qoyubdu. Monte'nin təbirçilik Qarabağın əvəziz bir və mükəmməl oyuncularından biri Monte mükəmməl bir golla özünü mükəmməl bir tanıttı. Azərbaycanın nəinki bütün dünyanı Qarabağ birinci yer tutacaq. Oyun başlayır. Monte Xiyaxiyə top göndərilir. Xiyaxi çox əsəbləşmişdi. Bayaqçı qolunu vura bilmədiyi üçün Xiyaxi çox əsəbləşmişdi. Bəli, o Monte vurdu. Öz takımından olsa da Monte'yi heç xoşlamır. Əslində Monte'dən danışıb elə bir Xiyaxi. Amma ayağında top alırlar. Adden, Musta Silva, Akıncalil. Sonrasında Rüfət ayağında top alır. Xiyaxi çox əsəbləşdi. Xiyaxi yenə əsəbləşdi. Xiyaxi bu səfər dedi, mən bu topu atandan sonra mən bunu yıxacağım. Xiyaxi qapıçını mükəmməl bir şəkildə yıxdı və ayağından vuraraq salto attırdı. Nəysə, Qarabağın oyuncuları Xiyaxi çox əsəbləşib Xiyaxi yıxanmadı. Amma Xiyaxiyə kömək edəcəklər və yıxacaqlar. Rüfətdən mükəmməl bir yıxış gəldi. Anteri pas atır Montor. Akıncalil. Adden. Akıncalil və qapıçı mükəmməl bir şəkildə tutdu. Qapıçıya çox əsəbləşdilər. Xiyaxi bəlkə yenə də yıxa bilər. Çox əsəbi görünür. O ağ saçlarıyla qapıçını dalınca gedərək qapıçını yıxa bilmədiyi üçün çox əsəbləşib. Bayramov gedir. Halaldı sənə. Bayramov qəşəngcə yıxdın.
Qəşəng amma zərbə vurdular. Xiyaxi çox əsəbləşib. Xiyaxi oynaya bilmədiyi üçün çox əsəbləşib. Bu oyunluq nəsə oynayamır. Xiyaxi ayağına topu atdır, əcəbilə keçirdir və topu qaytararaq Xiyaxiyə verir. Xiyaxi topu götürür ayağına. Xiyaxi topu götürür ayağına. Sakin bir şəkildə qapının yanına tərəf gedir və belə arxaya çönüş eləyir. Xiyaxinin əlindən topu alırlar. Əlindən, daha doğrusu yox, ayağından. Yenidən Xiyaxiyə topu qaytarmaq istəyirlər. Xiyaxi topu istəyir. Addin, Janklov, Bayramov. Nabit! Montor! Udake! Kırmızı kart verdi. Oyundan çıxardılar. Beşiktaş'daki Udake. Beşiktaş'ın en güçlü oyuncularından biriydi. Və zərbə vururuq. Və tutuldu. Top tutuldu. Mükəmməl bir şəkildə top tutuldu. Buradan atabilir mi? Qapıçımız? Yaramadı. İşe yaramadı. Olmadı. Qapıçı var. Jayklov topu mükəmməl bir şəkildə tutur. Arxaya Xiyaxi pas atır. Xiyaxi əsəbləşir. Rüfətə pas atılır. Rüfət nəysə bu günlərim zəif oynuyor. Xiyaxi əsəbləşir. Xiyaxi mükəmməl bir şut gələrmi Xiyaxidən? Mükəmməl! Xiyaxi 19 nömrə. Xiyaxi acığını çıxartdı. Xiyaxi 2-0'dır. Xiyaxi acığını çıxartdı. Mükəmməl bir şəkildə acığını çıxartdı. Gol! Qola baxın. Gol! Xiyaxi uzaqdan bir ötürmə ilə gol atdı. Bu səfər zəif oynayacaqlar. Bu səfər Qarabağ deyəsən zəif oynayacaq. Çünki 2-0'dır. Əslində 2-0 olduğunda zəif oynamaları gərəkir. Deyəsən bunların ən zəif oynamaq elə budur. Buradan Xiyaxi yenə gol! Şatını çəkdi! Ay! Qapıçı çox yaxın bir yerlə topu çıxartdı. Buradan Montor qıraqda başlayır. Topu yan tərəfə ötürməyə qərar verir. Qərar dəqiqdir mi? Pas atır. Və. Şut! Gol kim atır? 8 nömrə kimdir? 8 nömrədən mükəmməl bir gol! Mükəmməl bir gol! 8 nömrədən 3-0 ara sahne dayandırılır. Oyunu taşları verilir ekranda. En son vurulan gol 8 nömrə. 8 nömrədən mükəmməl bir gol gəldi. Heç gözlənilməzdi. Bəlkə də bayaqdan planını qurur. Bəlkə də. Tam bilmək olmaz. Sorsunlar adamlarımızda necə bu qədər qəşəng gol atmağa başardığını amma heç nə demir. Bu da penaltıda gol sayılmır. Bu qıraqdan atma çıxır. Bu qıraqdan atma yenə. Burada da çıxır. Burada Xiyaxinin ayağına top düşür və Xiyaxi mükəmməl gol atır. Sonrasında Xiyaxinin üstdən çəkişi gəlir. Mükəmməl uzaqdan bir gol atır. Xiyaxinin yenə çəkişi gəlir amma bu səfər atanmırdı. Burada yenə Xiyaxinin yuxarıdan çəkişi. Burada 8 nömrə gol atır. 8 nömrəyə pas veriləcək indi burada. Burada 8 nömrə gol atır. 3-0. Reklamlarımız verildi. Oyun reklamları. Rusya. Oyun reklamlarımız verildi. Futbola yeni başlayırıq. Fasilə verildikdən sonra yenidən başlayırıq. Hər kəs düzülür ortaya. Rafa, Xiyaxi, Abranın üstünə tərəf gedir və mükəmməl bir keçiş elədilər. Mükəmməl Xiyaxiyə mükəmməl bir pas. Xiyaxi qapıya tərəf gedir. Xiyaxinin ayağından top aldılar.
Rüfət qapıya tərəf gedir amma topu qapıdan qaçırdı. Mükəmməl bir atış idi. Bunu da deneməsi yaxşı idi. Amma topu arasa zırladı. Topu çox uzaqlara zırladı. Topu başladılar. Trying to find the target man. Fails to keep the ball. Beautiful footwork. Jean-Claude gelir. Monter'e mükemmel bir pas. Monter. Monter 9 nömrə. Gol. Monter Qarabağ yenə özünü tanıttı. Monter'in golları əl çəkmir. Qarabağ 4, Beşiktaş 0. Yenə başlayırlar. Monter mükəmməl bir pas. Xiyaxi gedir. Ən mükəmməl oynayanlarımız Monter ilə Xiyaxidir. Xiyaxiyə mükəmməl bir girişdilər. Xiyaxi yenidən topu ayağına alıb əsəbləşdi. Qapıya tərəf gedir. Bəlkə də qol vuracaq, amma vuranmadı məncə. Məncə vuramayacaq. Mən elə düşünürəm. Xiyaxiyə pas. Pis tərəfdən Qarabağdan çıxardılır. Top mükəmməl bir şəkildə çıxardılır. Bəli, oyunumuz gedir. Monter ayağından mükəmməl bir şəkildə top alırlar. Jean-Claude. Rüfət gedir. İlk qolunu vura biləcəkmi Rüfət? Görək. Rüfət ilk qolunu və gol. 66. Yevlax seriyasında Rüfət gol attı. Rüfət gol attı. Mükəmməl bir gol. 5-0'dır. Bəli, Xiyaxi davam edir. Xiyaxinin əlindən topu alırlar. Amma bizimkilər pəs etmir. Xiyaxi yenidən pas Addin gedir. Addinin əslində 0 gol olması gərəkir. Deyəsən elədir. Amma Addin gol atamır. 80-ci dəqiqədəyik. 81-ci dəqiqədəyik. Və Qarabağ 5, Beşiktaş 0'dır. Bu çox mükəmməl bir şeydir gerçəkdən də. Akutsalov və qıraqdan pis şəkildə çıxartdı. Biraz da zəif atsaydı daha mükəmməl olacaqdı. Daha mükəmməl olacaqdı. Xiyaxiyə girişdilər. Xiyaxiyə pas verildi. Xiyaxi əsəbləşmiş durumda görünür. Xiyaxi qapıya tərəf gedir. Xiyaxi. Nə olub? Atamadı. Xiyaxinin ayağından çıxartdılar. Böyürdən zərbə vurulmur. Rüfədə hafif bir pas. Monter. Xiyaxi gol atamadı. Bir damcı yerdən Xiyaxi gol atamadı. Xiyaxi çox zəiflədi. Həqiqətən də çox zəiflədi. Xiyaxi amma ayaqlarına top alması hələ də mükəmməl bir şeydir. Və ucuna qapının düz böyründən deyəsən bu günlərim bu Xiyaxi qapısını yormadan dayanmayacaq. Monter gedir. Monter də yaxşı oynayır. Pisləmək olmaz. Və oyun 5-0 qurtarır. 5-0 deydi. 5-0 qurtarır oyun. Gol vurandan sayrıq. Monter 1 gol. Xiyaxi 1 gol.
Raykov 1 gol. Monter 2 gol. Monter 2 gol vurub. Bir də Rüfət 1 gol. Monter 2 gol. Rüfət 1 gol. Raykov 1 gol. Xiyaxi isə 1 gol. Xiyaxi bu günlərim zəifləmişdi. Monter çox güclənmişdi. Və oyunumuz burada sona yetdi. Və Qarabağ Beşiktaşa 5-0 məğlub olmadı. Yəni Beşiktaş Qarabağa uduzdu. Qarabağ 5 gol vurdu.